Suriya videoya baxdım. Oradakı döyüşləri gördüm. Onlarla getdim. Türkiyəyə, Türkiyədən də Suriyanın Artma şəhəri. Oradan da Abu Hafsın cəmaatına qatıldıq. 10 gün təlim keçdik orada. Sonra oradan Ribata apardılar bizi, posta. Posta çıxanda vurdular məni. 2012-ci ildə bu internetdə Suriyada gedən hadisələr izlədim, ora getmək qərarına gəldim. Türkiyədən keçdik, girdik, qanunsuz olaraq ora girdik. Ondan sonra Abu Hafs'la yanına getdik. Bir 4 ay onun yanında qaldım. Orta məktəbi bitirib Bakı şəhərində Beynəlxalq Universitetə qəbul olmuşam. 2006-cı ildə həmin universiteti bitirdikdən sonra bir hərbi dəniz qüvvələrində hərbi xidmət keçdikdən sonra öz rayonuma qayıtmışam. Bir il keçdikdən sonra Ağsu rayon Qaz İdarəsində mühəndis vəzifəsində 4 il təxminən çalışmışam. Bundan sonra öz xahişimlə idarədən işdən kənarlaşdırılmışam. Başqa yerdə müqavilə bağlamaq üçün. Təxminən 2014-cü ilin noyabr ayının sonlarında sosial şəbəkə vasitəsilə Suriya ərazisində İslam dövləti adında bir şəriət dövlətinin qurulduğu haqqında məlumatlar eşitdim, tanış oldum. Kimlə getdiniz? Həyat yoldaşımla getdim. Bir də az yaşlı bir yaşlı 2 aylıq qızımla. Bizi Suriya ərazisinə keçirdilər. Cəlal şəhərini sizlərə gətirdilər? Cəlal şəhərinə bir evə gətirdilər. Ev idi. Kimlər vardı həmin evdə? Evdə hər millətdən insanlar var idi. Neçə nəfər olardı? Bizi kimi 30-35 nəfər belə insan var idi orada. Sizdən əvvəl gəlmiş şəxslər idi? Bizdən əvvəl oldu, bizdən sonra da gələnlər oldu. Raqqa şəhərinə apardılar. Raqqa şəhərinə çatdıqda yenə bizi bir evə yerləşdirdilər. Raqqa şəhəri kimin nəzarəti altında idi? Raqqa şəhəri İslam dövləti qruplaşmasının nəzarəti altındadır. Orada bizi yenə ailələrimizdən ayırdılar. Bir evə yerləşdirdilər bizi. Həmin evdə bir 35-40 insan yaşayırdı, yəni ancaq kişilərdən ibarət. Azərbaycanlılar var? Hər millətdə. Xeyr, Azərbaycanlı rast gəlmədi. Bu evdə təxminən biz 2 həftəyə yaxın şəhəri təlimlər keçdik. Soruşdum, maraqlandım, dedilər gedin kilisten, get kilisten keçə bilərsən. Getdim, keçdim Cəbhə Əl-Nusrəyə. O da Suriya ölkəsinin ərazisində yerləşir. Yəni Xələb şəhərinin yaxınlığında idi. Nə məqsədlə getmişsiniz? Getmişim döyüşməyə. Yəni orada da bir hardasa 2 həftəyə yaxın orada oldum. Yerli cəmaat, ərəblər idi yerli cəmaat. Onlarla olmuşam 3 ay yarım. Döyüşmüşəm Xələbdə, Xələb şəhərində. Yəni ondan sonra axırıncı döyüşüm də olub Az-Aza dedilər, döyüş var, getmək istəyən getsin, mən getmişəm Az-Aza. Az-Azda orada yəni axırıncı döyüş momentində Azərbaycanlılarla birləşib yaralanmışam Azaz şəhərində. Cinayət işləri üzrə bütün halların araşdırılması, bu hüquqa zidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində istintaq əməliyyat tədbirləri davam etdirilir.